Salam uşaqlar. Mənə isimə aid sınaq testinin izahıdır. Burada uşaqlar isimləri cəmləndirin yazılıb. Bildiyimiz kimi sonu y ilə bitən isimləri cəmləndirməkdə hansı qaydalar var idi? Əgər y hərfindən əvvəl görürüksə əgər samit gəlibsə, görürsüz? O zaman y ay hərfinə çevrilir və üzərinə es əlavə olunur. Burada hansı qayda olacaq? Fairies. İkinci, yox əgər y-dan əvvəl sait gələrsə heç bir dəyişiklik olmur, yalnızca s qəbul olunur. O zaman olacaq donkeys. Qay sözündə uşaqlar y-dan əvvəl sait gəlib, ona görə dəyişiklik olmur. Guys. Kennedy sözündə y-dan əvvəl əslində samit gəlib, biz y dəyişməliyik. Amma bu xüsusi isim olduğu üçün biz onu ailəyə dönüşdürəndə Kennedy olacaq. Z artiklını artırırıq. Kennedy sözünü yazırıq. Ailə də bilirdiniz ki, cəmlənməli idi. Kennedy sözünü yazandan sonra sadəcə s qəbul eləyir. Niyə? Çünki bu Z artiklı ailəni bildirir zaten. Burada s-dən əvvəl xüsusi isim olduğu üçün y-dan əvvəl samit gəlibdir. Əslində y-ı aya dönüşdürməli idik. Amma xüsusi isim olduğu üçün heç bir dəyişiklik olmadı, yalnızca s qəbul elədi. Sonra gəlir uşaqlar isimləri cəmləndirin. Necə cəmləndirirdik? Avocado yalnız s, commando s, concerto yenə s, euro s, logo s'dir, soprano yenə s. Bu sözlərdə əslində bizim qaydanımız nə idi? Ö hərfindən sonra es əlavə eləməliyik. Amma bu sözlər necə sözlərdir? İstisna. Biz bunları öyrənmişdik. Piano, zero, kilo, mono, euro, logo, soprano, commando, concerto. Bu sözlərdə O'dan sonra es deyil, sadəcə s istisnadır. Eco, es. Hero, es. Veto, es. Bunlar isə qaydaya tam uyur. O'dan sonra es qaydası. Məsələn, tomato ən çox yaygın olan sözlər. Potato. Bu qaydalarda yadınızdadırsa biz es əlavə eləyirdik. Əslində həmin qaydaya uyğundur. Hansı sözlərin sonu ö hərfi ilə bitir? Həm s, həm də es qəbul eləyir. Yəni hər iki hal düzdür. Onlar yadınızdadırsa qaydada da izah eləmişdim. Buffalo, cargo, moto, tornado, volcano, mosquito sözləridir ki, bu sözlərə s əlavə eləmək olar. Məsələn, ya da ki, es əlavə eləmək olar. Məsələn, buffaloes, tornadoes və yaxud da tornado sözünü yazırıq, ya da es. Yəni, hər iki hal düzdür. Sonra gəlir uşaqlar, yenə də 4-cü qayda isimləri cəmləndirin. Sif sözündə biz demişdik ki, f ilə bitən sözlərdə f düşür. Sözün sonu f-i atırıq daha doğrusu. V gətiririk və üzərinə es olunur. Məsələn, sif sözü necə olacaq? Sieves. Sheaf də həmin qaydadır. Sheaves. F-lər V-yə dönüşür də uşaqlar. Self-də də həmin qaydadır. Selves. Amma kaf sözündə 2 dənə F var. Yadınızdadırmı? Double F olanda heç bir dəyişiklik olmurdu. Yalnız S əlavə olunur. Məsələn, cliff sözündə də var idi. Double F var. Yalnız S əlavə olunur. Roof sözündə də yalnız S idi uşaqlar. Bunlar istisnadır. Belief yalnız S. Safe sözündə yalnız S artırırıq. Çünki sözün sonu I hərfi ilə bitib. Louse sözü kökdən dəyişirdi nəyə? Laysa. Penny sözü də kökdən dəyişir uşaqlar. Pence olur. Bunlar kökündən dəyişir.
Sonu S ilə bitib təki və cəmi eyni olan sözlər. Yadınızdadır, bunları da qeyd eləmişdik. Barracks. Bunları yalnız əzbərləmək lazımdır. Crossroads. Yəni yol ayrıcı. Headquarters, qərargah. Series. Seriya. Species. Növ, cins. Means, vasitə. Works, zavodlar. Zavodlar. Uşaqlar, bunların qabağında artiklı varsa, məsələn, series yadınızdadır. Artiklı varsa təkdir. Amma many, few, a few və yaxud da two, three və ya heç artiklı olmasın, təkcə versiniz. Məsələn, many series. Bu artıq cəmdir və xəbəri də cəm edəcəyik. Series təkdir, xəbəri tək verəcəyik. Sonra uşaqlar yazır ki, 6-cı qaydada S şəklçisi qəbul eləməyən tək və cəm eyni olan sözlər. Bunları da bilirik də biz. Sheep, swine, fish, deer, salmon, qızıl balıq, trout, alabalıq və s. İsimləri cəmləndirin. Uşaqlar, passerby, ötüb keçənlər, passers-by, runner-up, runners-up. Man of war sözündə uşaqlar, bax, bu döyüş gəmisidir. Qədimdə bu kralın əsas gəmisi olub. Bu əslində döyüşçü anlamında olub. O gəminin adına veriblər. Burada belə olur bu cəmlənəndə. Man of war. Yəni birinci söz cəmlənir. Biz əslində demişdik ki, bax ondan sonra gələn sözə baxın. Man, woman sözü əvvəldə olanda hər iki tərəf cəmlənir. Yəni men, teachers. Baxın. Amma man of war sözündə yalnız bir söz cəmlənir. Men of war. Yəni döyüş gəmiləri. Bu həm də döyüşçü anlamını da verir. Roman sözü isə romansdan düzəlir. Sailmayan isimlərin xarakterik xüsusiyyətlərini sayın. Uşaqlar, birincisi, an artiklı ilə işlənmirlər. Yadınızdadır. Ona görə də ən azı sözü də işlənmir ondan. Çünki ən artiklı var. İkinci qayda, cəmlənmir. S qəbul eləmir. Məsələn, tutaq ki, tea, çay sözünə mən S qəbul eləyə bilmərəm. Üçüncüsü, sayılmayanlar miqdar sayıları ilə işlənə bilməz. Məsələn, 5 water demək olmaz. Dördüncü qayda, sayılmayan isimdən sonra xəbər necə olmalıdır? Tək. Məsələn, is, was və s. Beşinci qayda, sayılmayan isim əvəziyi necə tələb eləyir? Məsələn, furniture, mebel sözünün altından xətt çəksək, furniture nəyə əvəz eləyir? It. Yəni tək olmalıdır əvəzlikdə. Bir də sayılmayan isimlər hansı numerativlər və ya numerativlərdən istifadə olunur? Məsələn, a piece of, a bar of, a packet of, a can of, a carton of və s. Bu numerativlər və bir də kəmiyyət bildirən quantifierslərin içində much, a little, biraz, little, az. Bir də yadınızdadır mı? Only a little falan. Görürsünüz, hamısında little sözü var da. Onlardan bilmək olur. Bunlar sayılmayan tək istəyir. Sonra yazır həm sayılan, həm də sayılmayan isimlər. Uşaqlar, bax, məsələn, 1. Work, iş. İş mənasında sayılmır. Əsər mənası sayılır. İkinci, hair, saç. Tük mənası sayılmır. Sayılır daha doğrusu. Saç mənası sayılmır. Üçüncü, ayən, dəmir mənası sayılmır. Amma ütü mənası sayılır. Dördüncü, məsələn, wood, uşaqlar, taxta mənası sayılmır. Yerini səhv deyirəm. Meşə mənası sayılır. Beşincisi, uşaqlar, noise-dır, səs mənası sayılır. Amma səs-küy mənası sayılmır. Altıncı, glass, şüşə mənası sayılmır, amma stəkan mənası sayılır. Yedinci,
Gəlir deməli bunlar dedik, dəmir, ütü, əsər çox deyil. Məsələn, deyək, hansı sözü? Bökü dedik, əsər, iş, ayən, dəmir, ütü. Bu əlavələr eləyə bilərik. Məsələn, ləmb, quzu sözünü. Quzu sayılır, amma əti sayılmır. Fiş, balıq heyvandırsa, bu da həmin şeydir. Sayılır, amma balıq əti sayılmır. Və s. Bu tipli sözlər var. Uzada bilərik. Səhv olan cümlələri düzəldin əgər varsa. Yəni okey də ola bilər. The husband of the woman who sent you those papers. Biz demişdik of insanlara getmir. Amma ondan sonra çoxlu təsviredici təyinlər varsa, yaxud da təyin varsa, o zaman bax bunların hamısı qadını təyin edir bax. Deyir ki, o qəzetləri göndərən qadının əri. Görsə bu boyda təyin edici söz var woman-a aid. O zaman biz of-dan istifadə edirik. Bu okeydir. İkinci, the street's name. Belə şey heç vaxt olmur. Biz nə demişdik? Demişdik ki, cansız əşyaların yiyəliyi nə ilə işlənir? Of-la. Belə deyəcəyik. The name of the street. Üçüncü, the Earth's gravity. Yer kürəsinin gravitasiya, cazibə qüvvəsi. Uşaqlar, bax, bu planetlərə, məkan bildirən sözlərə apostrof S artırmaq okeydir. Problem yoxdur. Of-dan da düzələ bilər bunlar. The gravity of the earth. Bu da okeydir. Yəni, iki halın ikisi də düzdür. Məsələn, günəşin şüası deyəndə the sun apostrof S ray. Baxın. Bu okeydir. Heç bir problem yoxdur. Altıncı uşaqlar. A 3 hours journey. Uşaqlar elə bilir bu düzdür, amma əslində səhvdir. Uşaqlar, bu defislə yazılan mürəkkəb sifətdir. Mürəkkəb sifətin tərkibindəki sözlər uzlaşmır. Yəni, miqdar sayı biz demişdik, əslində cəm istəyir. Amma burada cəmlənmə ola bilməz. Çünki mürəkkəb sifətdir, bu isim deyil. Məsəl üçün, 3 günlük tətil deyirik. A 3 day holiday. Baxın, burada bu S3 day defislə yazmışam. Bu mürəkkəb sifətdir. Uzlaşmır, yəni cəmlənə bilməz. Və yaxud da A5 star hotel. 5 ulduzlu hotel. Tərkibindəki sözlər müxtəlif nitq hissələrindən ibarət ola bilər. O sizi çaşdırmasın. Məsələn, say və isimdən ibarət olan mürəkkəb sifətdir. Uzlaşma olmur, yadınızda saxlayın. Sonra keçirik uşaqlar. 20 minutes delay. Bax, amma bu düzdür. Niyə? Bu ismi birləşmədir, bax. Say ismi təyin eləyibdir. O zaman sayla isim uzlaşır. Təkcə apostrof vermişik, cəmdir. Bu mütləq belə olacaq. Amma yuxarıki sözdə baxın, 20 defislə yazılıb. O yüzden mürəkkəb sifətdir. Burada bu S artırmaq səhv idi. 9. Sabah, bugün kimi zaman zərflikləri uşaqlar heç vaxt cəmlənə bilməz. Yəni, bunların cəmi yoxdur. Belə bir forma yoxdur. Necə yazıb bugünkü hadisə? Today's event. Bax, bu formada olmalıdır. Zaman və məkan bildirən sözlər cəmlənmirdi, yadınızdadırsa. Burada apostrof S olmalıdır, S apostrof yox. 10-cu, a shoe shop, yoxsa shoes shop. İngilislərdə belə bir şey var. Mürəkkəb isimlərdə birinci tərəf əgər təkdə işlədə bilirsənsə, o zaman birinci söz tək olmalıdır. Məsələn, ayaqqabı bir tayı var da, shoe shop və yaxud da, məsəl üçün, bu nədir? Ayaqqabı mağazası. Shoe, ayaqqabı təkdə ola bilir də, uşaqlar, bu tayıdır. Bu cəmlənəndə, biz geyinəndə və ya aldım deyəndə cəmlənir də, shoes olur. Ona görə də mürəkkəb isim olanda birinci sözü təkə çevirə bilirsənsə, əgər tək tayı, tək ola bilirsə, o zaman S-i atırsan. Amma, məsəl üçün, closet shop-a baxaq indi. Closet shop. Bax, bu sözdə closet shop. Bu söz uşaqlar, close sözü yoxdur. Closet shop, bu S-i ata bilmərik. S bunun köküdür. Ona görə bu elə belədir işlənir cəmdə.
Məsəl üçün ayrı başqa söz deyək. Məsələn, pijamas sözünə baxaq. Pijama sözü heç vaxtı tək ola bilməz. Pijamas shop. Tutaq ki, pijama mağazası. Baxın. Artiklında bura shop'undur ha. Pijamaya aidiyyatı yoxdur. Görürsüz burada pijama sözünü heç vaxt pijama formasında yazmaq olmaz. Çünki onun təki yoxdur. Substantivləşmiş, isimləşmiş, yəni sifətləri yazın. Uşaqlar, bunları da demişdik. 2 yerə bölünmüşdü. İnsanlar, məsələn, the old, qocalar, the unemployed, işsizlər, the poor, kasıblar, the wounded, yaralılar. Görürsünüz? Və yaxud da the rich, varlılar, the ill, xəstələr və s. Bunlar insanlar idi. Biri də var millət. The English, ingilislər, the French, fransızlar, the Japanese, yaponlar. Bunlar uşaqlar sonu ESE, SH, CH-dən bitənlər, bax bu. Bunlar heç vaxt qəbul eləmir. Amma qalanları eləyir. Məsələn, Amerikanlar. Bunlar tamam isimləşib. Amma Amerikanlar tam isimləşib. The Americans, the Italians. Qalan o hərf birləşmələrdən başqa digərləri hamısı cəmlənəcək. Baxın. Yenə deyirəm. SH, CH, bir də ESE. Bunlarda S qəbul eləmək olmaz, yəni əlavə eləmək olmaz. Bu qədər uşaqlar. Ümid edirəm ki, yararlı oldu.